Həqiqətən də maraqlı oyun alındı. Azərkeşlər üçün də müsbət nəticələndirib, bol qollu oyun oldu. Bu cür oyunların, belə sürətli oyunların tez-tez keçirilməsi komandaların, futbolçuların da inkişafı üçün yaxşı bir rol oynayır. Çox istərdim ki, liqada belə oyunların sayı çox olsun. Liqa tezə başlayıbdır, həqiqətən də məğlubiyyət də ola bilərdi, qələbə də qazana bilərdi. Düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-səy yəni, bizim üçün yeni başlanğıcsa əsas odur məğlub olmadıq, 6 oyunda məğlub olmuruq. Amma rəqib də həqiqətən də çox yaxşı iddialı komandadır, yaxşı formalaşmış komandadır. Onlara da uğurlar arzulayıram. Öncə onu demək istəyirdim ki, yəni, rəqibin üstün cəhətlərindən biri standart vəziyyətləri idi. Təhlil edəndə də görmüşdük ki, həqiqətən də ən üstün cəhətləri standart vəziyyətlərdir. Təəssüflər olsun ki, 2 dənə qol buraxdıq, ikisini də standart vəziyyətlərdən. Oyunun sonlarında isə rəqib daha çox qapanıq oynadı, daha çox müdafiə oturdu deyə onları yarmaqda biraz çətinlik çəkdik. Bu da normaldır, yaxşı komanda həqiqətən də. Onları yarmaq elə də asan bir iş deyil. Amma sevindiricidir ki, belə bir rəqibə qarşı epizodları yarada bilirdik ən azından. Axırıncı sualınızdan başlayayım ki, bizim ilk gündən məqsədimiz Premier Liqaya çempion olaraq vəsiqə qazanmaqdır. Ən pis halda play-off qarşılaşmasında daha çətin olacağını bilirik, amma məqsəd Premier Liqaya vəsiqə qazanmaqdır. Liqada yaxşı komandaların sayı çoxalıbdır. Bu da bizə əlavə çətinlik yaradır. Bakı Sportingi, Moyki, Zaqatala, Mingəçevir, yəni bu cür rəqiblərlə həqiqətən də qələbə qazanmaq heç də asan başa gəlmir. Ona görə düşünürəm ki, çempionat yeni başladığı üçün indidən bir fikir söyləmək düzgün deyil. Rəqibi təhlil etməmişik, oyunlarını belə izləmişik, amma təhlil üçün hələ ki vaxtımız yox idi. Çünki hər tur çox ciddi rəqiblərlə qarşılaşdıq. Sabahdan Cəbrayıllə kubok qarşılaşmamıza hazırlaşacağıq. Yalnız Cəbrayıllə oyunu bitirdikdən sonra Mingəçevirə qarşı hazırlaşacağıq. Vaxtımız da kifayət qədərdir. Rəqib yaxşı komandadır. Yaxud da vurğuladım ki, onların da çempionluq üçün şansları var. Onun üçün də oradakı səfər oyunu da nəzərə alsaq, düşünürəm ki, yenə çətin olacaq bizim üçün. Amma buna rəğmən biz də iddialıyıq, oyuna nəzarət etməyə bacarırıq, qol vurmağı bacarırıq. Qələbə üçün oynayacağıq.